Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. İnşallah üzərindən 25 ildə keçsin, 50 yaşımda da belə enerjili konsert verərəm. Konsertimlə bağlı təəssüratlarım çox gözəldir. Xəbər verilir ki, bunu kanalımızda açıqlamasında Heydər Əliyev Sarayında konsert proqramına çıxış edən xalqarçısı Röya Ayxan deyib. Həmişə mənə deyirdilər ki, heç nə lazım deyil, özün çıx, danış, bizdən Röyanı əsirgəmə. Ötən gün başa düşdüm ki, o Röya üçün darıxıblar. Dünənki konsertimiz çox gözəl keçdi. Bugün də inşallah elə davam edəcək. Artıq 20 ildir ki, dayanmadan konsert proqramları ilə çıxış edirəm. Səhnə fəaliyyətimin isə 25 illikdir. Yenidən Heydər Əliyev Sarayında hamını qarşılamaq mənə böyük sevinç verir. Qeyd edək ki, Röya Ayxan Heydər Əliyev Sarayında 2 günlük konsert proqramı ilə çıxış edib.